Bu problemlər həm də bizə də öz təsirini göstərir. Keçmişdə qalan bir şeydir. Bugün reallıq fərqlidir. Əlilliyi olan şəxslər Azərbaycanda bir çox yerdə təqdim və təmsil olunmurlar. Öz ideyalarımı və mənə maraqlı gələn istiqamətləri konkret fəaliyyətə çevirə bilirəm. I want to have my own input in engaging with the organization and orchestrating its work. Qəbul elədikləri proqramlar, hansısa bir qanunvericiliklə bağlı yeni bir fəaliyyətin həyata keçirilməsi zamanı müzakirələrdə əlilliyi olan şəxslər iştirak eləmirlər. Onların bundan xəbəri olmur. Boyaların təzələnməsinə, hansısa bir fasadın yenilənməsinə ehtiyac olmadığı da belə də həmin pullar xərclənir. Lakin bu pullar, bu maliyyə həm də o binalarda əlilliyi olan şəxslər üçün şəraitin yaradılmasına xərclənə bilər, amma bunu heç kim eləmir. Biz uzun müddət apardığımız araşdırmalardan sonra həmin problemləri müəyyən elədik və onlara mümkün həll üsulları tapdıq. Biz çalışırıq ki, bizim hazırladığımız paltarlar bu tələblərin böyük əksəriyyətinə cavab verə bilsin. Burada Nazirlər Kabinetinin qərarı var ki, bu monitorinq aparılmalıdır, icra orqanları tərəfindən. Monitorinq aparılmadığına görə o pandus soyduğunda deyil. Elə binalar olur, onların girişində çoxlu pilləkənlər olur və ümumiyyətlə panduslar olmur. Elə binalar olur ki, ora məhz bu layihələndirilən zaman qoyulan tələblərə görə panduslar qoyulsa da, bu panduslar əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun qoyulmur. Əlilliyi olan şəxslərin hərəsinin özünə uyğun ehtiyacları olur, hər əlilliyin öz spesifik tələbləri olur geyim baxımından. Ona görə biz uzun müddət əlilliyi olan şəxslərlə danışırıq, müzakirələr aparırıq. Bu gün Azərbaycanda investisiya götürən startaplara biz baxanda görürük ki, onların heç birinə Azərbaycanlı investorlar pul qoymurlar. Onlar hamısı xarici ölkələrdə həmin bu fundraising eləyib. Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsil haqqında qanun olsa da, bu qanun həyata keçirilmir və ona görə də onlar öz gələcək həyatlarında özləri üçün iqtisadi müstəqillik təmin edəndə və deyək ki, öz hüquqlarını müdafiə etmək istəyəndə bu problemlərlə qarşılaşırlar. İşsizliklə bağlı yaranan problemlər və qanunvericilikdə olan boşluqlar, keçmiş vaxtdan gələn bugünün reallıqlarını, tələblərini ödəyə bilməyən qanunlar bir çox müxtəlif sahələrdə əlilliyi olan şəxslərə təsir edir. Bunun monitorinqi aparılmalıdır, aparılmır.